Aziz dostlar, bugün mən sizə Dövlət İmtahan Mərkəzinin vəsaiti olan riyaziyyat kitabından bir maraqlı bir misalın həlli ilə sizi tanış edəcəyəm. Səhifə 123-də maraqlı bir tənliklər sistemi var. Tənliklər sistemi gördüyünüz kimidir. Amma bəli başdan deyim ki, vəsaitdən misal səhv hal olunub, tamamilə səhvdir. Və onun səhv olduğunu da çox sadə görmək olur. Vəsaitdə göstərir ki, gör ki, tənliyin 2 cüt həlli var, amma əslində 2 cüt deyil, 4 cüt həlli var. Burada x və y-in yerinə biz 1 qoysaq, çox asanlıqla görmək olar ki, burada 1'ləri yerinə qoysaq, 1, 18, bu da 2. Nə qədər? 21, 21, 0, burada da 0, 0 bərabər 0. Deməli, ən azından 1, 1 də bunun ödəyir. Əvvəlcə biz vəsaitdə tənliyi necə həll olunub, onun həllinə baxaq, sonra da mən öz həllimlə sizi tanış edəcəyim. Və burada birinci tənlik mənfi 2'yə vurulub, sonra tərəf-tərəfə toplanılır və x bərabərdir 2y kvadrat minus 9y plus 7 bölək 3y minus 1. Sonra da yazılıb ki, bunu bir tənliyində nəzərə alsaq, yəni bunu x'i burada nəzərə alsaq, birincidə nəzərə alsaq, belə bir ifadə alınır. Onu deyim ki, bu ifadə əgər x bərabər 2y kvadrat minus 9y plus 7 bölək 3y minus 1'i biz birincidə nəzərə alsaq, biz gərək bunu kvadrata yüksəldək. Yəni bu ifadanın kvadratı çox çətin ifadədir. Sonra burada bu 2y buna vuraq, təzədən burada yerinə yazsaq, bu çox çətin bir ifadə alınır. Və bunun həlli, əlbəttə ki, abituriyent üçün büyük çətinlik yarada bilər. Və sonradan bunu sadələşdiriblər, heç göstərilmir, bunu necə yerinə qoymaq lazımdır. Və sonradan da bu nəticə, ki, bu belə alınır. Y üstü 4 minus 3y kub plus y kvadrat plus 2 minus 2 bərabər 0. 4-cü dərəcədən bir tənlik alınıb. 4-cü dərəcədən tənliyin də həlli göstərilmir. Çünki 4-cü dərəcənin tənliyin özü də çox çətin məsələdir. Onu həll eləmək abituriyent üçün yenə də çətinlik yarar. Sadəcə onun yazıblar, həllini yazıblar burada. Yəni bu misal demək olar ki, başdan ayağa səhvdir. Onu da deyim ki, birinci nəşr və ikinci nəşr arasında təqribən 1-13-14 il fərq var. Və bu illər ərzində görünür Respublikada bir nəfər tapılmayıb ki, desin ki, bu misal səhvdir. Və birinci nəşrdə necədirsə, ikinci nəşrdə də elə onu o cürdə həll ediblər. Və demək, alıblar bunu həll edəndən sonra alıblar mənfi 3, mənfi 1, bir də mənfi 1, 2. Yəni misal, ən azından burada baxın, fikir verin, yuxarı ifadəyə baxın, 2y kvadrat minus 9y plus 7 ifadəsini fikir verək. Bu ifadə çox çətin orta məktəb 8 isim səviyyəsində bir ifadədir. Burada vuruğun, y1 vuruğun y minus 1 olmağını görmək olur. Ən azından onu, yəni orada ixtisar edib, sonradan ifadəni sadələşdirib bir yerinə qoymaq olar. Nədənsə vəsaitdə onu da eləməyiblər. Çox çətin bir həlli göstəriblər, o yəni səhvdir. Öz həllimi göstərirəm. Deməli, bu ilk baxışdan elə görünür ki, bunu hansısa bir əldə vurub tərəf-tərəfə toplamaq lazımdır. Amma sadəcə bu ifadəni götürək, birinci ilə tənliyin birinci və ikinci tənliyi tərəf-tərəfə toplayaq. Aldım 3x kvadrat minus 3xy minus 18y kvadrat minus 9x plus 27 bərabər 0. Yəni bu tənlik elə görünür ki, bu sadələşmez, amma çox rahatlıqla sadələşir. Bunu 3'ə bölsək, x kvadrat minus 2 minus 6y kvadrat minus 3x 9 bərabərdir 0. Bu ifadanın əsasında ifadanın vuruqlara ayrılmasıdır. X kvadrat minus x minus 6y. X minus 3y vurulsun x plus 2y. Minus 3 vurulsun x minus 3y. X minus 3y vuruq kimi çıxır. Və x bərabərdir 3y-dən biz 2 cüt həll alırıq. 3, 1, mənfi 3, mənfi 1 və x bərabər 3 minus 2y-dən oradan da 2 cüt alırıq. 1, 1, mənfi 1, 2. Beləliklə tənliyin 4 cüt həlli var. Mənfi 3, mənfi 1, mənfi 1, 2, 1, 1, 3 və mənfi 3 və 1. Beləliklə biz bu misalın həllinə baxdıq. Videolarımızı izləyin. Gələn görüşlərimizdə çalışarıq ki, vəsaitdə olan digər suallarla da sizi tanış edək. Hələlik bu qədər.